Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Ələşrəf qızı. Deməli, əziz tamaşaçılar, bugün noyabr ayının 21-i, biz isə 20 noyabr 1991-ci ildə Qarakənd səmasında vurulan helikopter və orada 22 nəfərin faciəli şəkildə həlak olmasından danışacağıq bugün. Prinsipcə dünən də bizim efirimizdə bu mövzuda bir müsahibimiz olmuşdu. Bu, həmin illərdə Qarabağda qələmi ilə döyüşən şəxs idi. Allah verdi Əsədov, bilirsiniz ki, Dövlət Televiziyasının o dövr üçün müxbiri idi və onun gözləri qarşısında o qədər hadisələr baş vermişdi və onun prinsipcə səsləndirdiyi fikirlərin özü belə müzakirə predmetinə çevrilib və Allah verdi Əsədov Laf TV-nin efirində bildirirdi ki, o helikopterdə həlak olanların arasında Məhəmməd Əsədovun cəsədini görməmişdi. Və bundan sonra, əziz tamaşaçılar, bizim efirimizə Sadir Məmmədov 1988-1990-cı illərdə Şuşanın polis rəisi olan Sadir Məmmədov, eyni zamanda 90-92-ci illərdə də o Qarabağda, Dağlıq Qarabağ üzrə, deməli, Daxili İşlər Nazirliyi, belə deyək, o vaxt Nazirlik, yəqin ki, Daxili İşlər Nazirliyinin, deməli, idarəsinin bir rəsmisi olaraq orada çalışıb, indi detallı olaraq özləyəcək vəzifəsini. Hər halda, istənilən halda çox əhəmiyyətli bir fiqur olub dövrünün, çox əhəmiyyətli və belə deyək, eyni zamanda da Dağlıq Qarabağa, o dövr üçün deyirəm, bugün Dağlıq Qarabağ ifadəsi bilirsiniz ki, yoxdur. O dövr üçün Dağlıq Qarabağ Muxtar vilayətinə, belə deyək, təhkim olunmuş bütün o Rusiyadan gələn çinovniklərin, Volskilər vardı, Palyaniçko vardı, o vardı, bu vardı. Hər biri ilə ünsiyyəti olan, onlarla işləyən bir adamdır Sadir Məmmədov. Sadir Məmmədov bizə zəng elədi və onun da deyiləcək fikirləri vardı. Məhəmməd Əsədov məsələsinə də fokuslanacaq burada. Həqiqətən də o meydlərin içində onun meydi vardımı, yoxdurmu, sağdımı, bəzi iddialara görə sağ deyilmi, ermənilər doğrudan da ondan qisas almaq üçün bəlkə də onu hansısa bir formada vəziyyətdən diri çıxardıblar, bilmirəm. Bütün bu detalları, əziz tamaşaçılar, burada danışacağıq. Dediyim kimi, qonağım həm də o dövr üçün çox maraqlı bir ayaması da, belə deyək, zəhimli deyirdilər adama, zəhimli bir polkovnikdir. Hərçəndi mən onda zəhimdən əsər əlamət görmürəm və necə? Rəhimli. Rəhimlidir, daha çox bəli. Rəhimli şəxsi mən sizə təqdim edəcəm. Bu Sadir Məmmədovdur, deməli istefada olan polis polkovniki və biz onunla 20 noyabrdan və ümumiyyətlə 1988-1992-ci illərdə Dağlıq Qarabağ Muxtar vilayətində baş verənlərdən danışacağıq. Qonağıma söz verməzdən əvvəl, əziz tamaşaçılar, əlimdə həm də onun bir kitabı var, daha doğrusu onun haqqında Tanı Oğlunu Vətən adlı bir kitabdır və burada mənim diqqətimi bir fraza cəlb edir. Mən istəyirəm onu oxuyum, oradan başlayaq. Amma ardınca əlbəttə ki, maraqlı məqamlar olacaq. Deməli deyir, bir onu gördüm ki, hamı qalxdı ayağa, hamını vertolyota rəhmətlik Məhəmməd Əsədov yerləşdirir. Söhbət 1991-ci ilin 20 noyabrında qəzaya uğrayan helikopterdən gedir. Deyir, o yerdə dayanıb bir-bir içəri keçməyə işarə edirdi. Mən də vertolyota daxil olanda Məhəmməd Əsədov qolumdan tutaraq, sən qal, onsuz da adam çoxdur, dedi. Həqiqətən də pilot, ekipaj komandiri Kotov və heyət üzvü Domov deyinirdilər ki, vertolyotun yükü ağır olacaq. Artıq mən geri qaydanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi və qolumdan dartıb dedi ki, Sadir, hara qaydırsan? Gəl görək. Mən isə Məhəmməd Əsədovun məni düşürtdüyünü dedim, o isə yaxşı qal, tez qaydacaq və axşam Bakıya uçarıq, dedi və deməli, limanına tərəf yollandı. Bu günkü kimi yadımdadır, vertolyot havaya qalxanda hava günəşli idi, Qarabağın dağ yamaçları açıq aydın görünürdü. Bu, həmin kitabdan, Tanı Oğlunu Vətən kitabından, təbii ki, Sadir Məmmədovun fikirləridir və mən də söhbətimizə, əziz tamaşaçılar, elə helikopter, qəzaya düşən helikopter məsələsindən başlayacağım. Hər birinizi, verilişimizi bəyənin və paylaşın ricası ilə efirimizə baxmağa dəvət edirəm. Qonağımı isə salamlayıram. Sadir, mən xoş gördük sizi. Çox sağ olun.
Təbii vəzifəniz haqqında da sonra danışarsınız, amma deyir o məsələni isti-isti buradan başlamaqda niyə niyyətliyəm? Çünki bizi artıq canlı yayımda 200-dən artıq insan dinləyir və adamların çoxu da həqiqətən də Laf TV-nin efirində Allahverdi Əsədovun səsləndirdiyi fikirlər idi ki, Məhəmməd Əsədovun cəsədi yox idi həmin helikopterdə. Bu məsələ o qədər ictimailəşdi ki, valla mən də öz-özlüyümdə fikirləşirəm ki, bəlkə doğrudan da sağdır, bəlkə doğrudan da, hətta bayaq kulisdə də bir söhbət elədik, dediniz ki, zamanında Müsavat qəzetində də Cümşüd Nuriyev səsləndirmişdi ki, Məhəmməd Əsədov sağdır və onu İsmət Qayıbovla bir yerdə sağdır və onlar ermənilərin əlindədir. Siz isə bu kitabda deyirsiniz ki, həmin helikopterdə siz də olmalıydınız. Sizi düşürdən də məhz Məhəmməd Əsədov olub. İstəyirəm ki, 1991-ci ilin 20 noyabr gününü, bax burada tamaşaçılarla bölüşək. Necə, hansı ovqatda idilər o adamlar, necə mindilər o helikopterə, sizi niyə düşürtdülər və s. və ilaxır və o hadisə doğrudanmı qəza idi, yoxsa təxribat idi? Buyurun. Bilirsiniz necədir Raman xanım? Deməli, 1991-ci il 20 noyabr hadisəsi həmən ayın 14-də vilayət prokurorunun mavini, prokuroru yox, mavini, Plavskinin mavini Şükür Rızayevi girov götürmüşdü ermənilər. Mən onunla məşğuludum, 16-sında gəldim gecə evə, Ağdama. Mənə zəng elədilər ki, bəs qonaq evində İsmət Qayıbov sizi gözləyir. Əvvəl dedim, səhər gələrəm, sonra özü telefonu aldı, mənə dəvət elədi. Dedim, mən gəlmişəm, Şükür Rızayevin məsələsini həll edir. Nədir vəziyyət? Dedim ki, onlar Ləzgi qızı vardı, Edik vardı, bu Ağdərənin, o vaxt Mardakert adlandı, prokurorun Pamoşnikinin, onun uşağına girov götürmüşdülər. Onunla dəyişmək istəyirlər. İndi mən onu istəyirəm, danışaq Ağdamda dəyişmək. Dedi ki, gedək, mənə aparmalısan sən Xankəndinə. Əsədovla İsmət Qayıbova qarşı ermənilər çox agresiv idi. Niyə? Nəyə görə? Məhəmməd Əsədov rəhmətli çox güclü adamıdır da o. O zorla amun yaratmışdı da Moskva ilə əlaqəli sərhədləri qorumaq üçün, erməniləri sanki qabağını almaq üçün və eyni zamanda o tez-tez gəlirdi, şəxsən mənlə təmaslı olub gəlirdi oralara. Siz vəzifənizi bir də xatırladın tamaşaçılara? Vilayətin Daxili İşlər İdarəsinin rəis müavini. Bəli, vilayətin Daxili İşlər İdarəsi. Bəli. Və o Qarabağ vilayətində deyək. Bəli. Və mən onunla səhərisi dedim ki, İsmət müəllim, mən şəxsən narahatam siz ora aparmağa. Dedi, niyə? Dedim, ermənilər elə gözləyir. Yerlə geçsək, göylə geçsək, informasiya olsa vuracaqlar. Mən də qorxurdum ki, deyərlər ki, apardı, baş prokuroru verdi. Siz o vaxtlar vəziyyət belə idi də. İndi bu gəlib özü gedir, indi baş prokurordur, vəzifəsi böyükdür. Deyir, apar. Mən də apararam, bir şey olar, hadisə olar, deyərlər ki, bəs niyə apardın? Nəysə, getdik, vertolyotla düşdük Xocalıya, oradan da komendantın oazları ilə getdik Xankəndinə. Orada... Bu oldu noyabr ayının 16-sında. 16-sında, yox 17-sində. 17-sində 16-sı gəlmişdi o. Axı 2 gün sonra 12 götürmüşdülər girov. Və orada getdik, o Ağacanyan Karlem vardı, o da polisdə işləmişdi. Sonra digər bir neçə ermənilər vardı. Bunlar gəldilər, başladıq danışmağa. Mən də oturmuşam rəhmətliyin böyründə belə. Buradan bu ermənilər qayıtdı ki, bəs qadını götürüblər girov, belə heylər, şükür müəllim al. Uca mən razılaşdırmışdım bu məsələni orada. Bu qayıtdı ki, bizə yaraşmaz ki, qadını girov götürək. Bu nə deməkdir? Bu saat mən həll eləyərəm o məsələ. Mən ayağına vurdum ki, bu ermənilər bizi alladır. Bizi alladır. Yox dedi də kişi kimi. Dedi ki, biz Azərbaycanlılar qadını girov götürmək. Belə şəxsən. Ayağına belə vurdum ki, razılaşma, bunlar alladır bizi. Gecə ilə zəng elədi, Ağdamda getdilər həmən qadını, internatda yerləşirdi hərbçilər. Oradan getdilər Xocalıya, verdilər mənə, verdi, ondan sonra ermənilər içdi hamısı. Dedim, Şükür Rızayev qaldı girov. Artıq ayın 18-idir, gözləyirik. Birdən Ağdamdan mənə informasiya gəldi ki, bəs Qaradağlı, Xocabəndin Qaradağlı kəndi, o vaxt Martuni deyirdilər. Bəli. Oranı cəmaatı deportasiya edib ermənilər, hamısı sökülüb Ağdama, Ağdamda qırğındır. Dedim, İsmət müəllim, bəs belə-belə bir məsələ var, vəziyyət qarışır. Bəs mən mütləq getməliyəm, cəmaatla görüb kətdən nətər olur ki, bunları çıxarır. İşim yoxdur, elə təkəm. Vuruşuram aşağı yuxarı. Özdə İsmət, Allah rəhmət eləsin, Məhəmməd Əsədov. Mən Şuşanın rəisi olanda
Bana deyirdi, Sadir, haradasan, deyirəm Şuşada. Deyir, bir ged o tuğa, gör orada nədir, orada deyirlər belə. Mən Şuşadan gəldim, Şuşanın rəisiyəm, vilayətin deyirəm. O da deyəndən sonra qanunudur mənim üçün. Çox mərd adam, çox güclü adamdır o. O rəhmətlik dayansaydı, bəlkə də bu hadisələr olmayacaqdı. Bu formada gəldim, gecə 18-də İsmət Qayıbovla, BTR-ilə Asiyaran qalasını bağlamışdılar. Ermənilər. Artıq bir məsələyə gedin burada, qoy dəqiqliyi ilə olsun. Polyanıçqa o vaxtlar may ayında, 91-ci ildə biz orada pasportun rejim altında vilayət üzrə yoxlama apardıq. Orada da bir məsələ var, sirri var. Deməli, bir 1000 dənə protokol lazımdır ki, hazır olar. Tutduğumuz ekstremistləri dərhal 30 sutka həbs eləyək. Fövqəladə vəziyyətə görə, komenda saatına görə. Kovalyov getdi, özüm vurdu xəstəliyə. Getdim mən qonaq evinə, Xan kəndində, o qaldığı yerə. Haçarı aldım, gəldim, seyfdən götürdüm möhrü. Qolev var idi, Anatoliy İliç Mavin idi, o da Bakıdan idi. Onunla oturduq, deməli 1000 dənə protokola peçatı vurdum, qol çəkdim, ağ protokola. Nəyə görə? Həmən tədbiri keçirmək üçün o rəhbərlərə paylamaq. Orada Ramil Usuf gəlmişdi, Fəthullah Hüseynov oradaydı. Onlar Aydın Nəsirov rəhmətli oradaydı, mərhumlar. Faylayırdım onlara 100-100, 50-52, yəni tutduğumuz yerdə protokolu doldurun, qol çəkin. Nəysə, gecə ilə gəldik, 18-də gecə artıq 19-udur. Gəldik Ağdama. Gələndə İsmət Qayıbov dedi ki, Sadir, bəs Bakıdan qonaqlar gəlir. Elə biz gedərik ora. Nəyə görə ermənilər sifariş göndərdi ki, Salatını öldürən o qəribidir, Mir Yusufu öldürəni verin, Şükür Rızayevə verək. 5 adamın adını çəkirdilər, Şükür Rızayevi dəyişmək üçün. Bunlar da hamısı artıq İslamiyyət düşərgəsindədir, Bakıda, bilmirəm, türmədə harada. Dedi ki, onlar gəlsin, elə onlarla da qaydarıq, elə oradan onları verərəm, gələrsən, bu əclaflar bizi allatdılar, belə bir söhbət elədi. Mən deyə bilmirəm ki, mən dedim. Və orada başladılar, oranın icra başçısı var idi, Verdiyev Səyyah. Onunla başladılar bilyard oynamağa. Burada bu məsələni deməkdə nədir məqsədim? Bilyard oynayanda bu İsmət müəllimin əlində kamuflyaj var idi, hərbi geyimdeydi. Özdə mən məcbur eləmişdim ki, geyin, orada heç olmasa tanımasınlar. O da biraz axı belə sarıyağınız simpatisli idi. Dedim, heç olmasa ermənilər araşdırmasın da, çünki mən çox həyəcan keçirirdim. Bu ayaqqabısı vardı, yaxşı tuflisi vardı, belə davanlı, xarici. Zat qayıtdı ki, Verdiyev. Bax, nə gözəl tuflim var. Dedi, ayağın neçə razmıydı? Dedi, 40. Dedi, mənim də ayağım 40. Dedim, gedərik Bakıya, Sadirdən göndərərəm bir 3 sənə hədiyə. Bu istiriklərdir də. Nəysə, səhər deməli 20-sidir, artıq 19-u vurduyuq da biz. 20-sində səhər-səhər dedilər ki, bəs Bakıdan nümayəndə heyəti gəlir, qarşılansın. Və mənə Rusiya ilə xəbər elədilər ki, mənim sürücüm göz, əməkdaşım vardı, Mehman Hüseynov. Dedi ki, bəs indi Rusiya ilə Daxili İşlər Nazirinin növbəçisi xəbər verdi və bir də Ağsu Perevalından Qaya xəbər verdi ki, orada tuturdu. Və Polyanışkanı göndərirlər avratını. Polyanışka may ayından çıxıb getmişdi o pasportun rejimə görə. Moskva zat düşmüşdü onun üstünə. Və qayıtdı, gəldi. Biz getdik gecə Uzundərədə, artıq bu 20-sində getməli gəlirlər axı. Biz getdik 19-unda gecə Polyanışkanı Uzundərədə qarşıladıq, bir Jiguliyə qoymuşdular, gəlirdi. Çox sadə adamdır. Gəldik İslah Paşayevin kabinetinə, Ağdam rayon polis şöbə idarəsinin rəisi İslah Paşayevin idarəsində. Onun davili nəszadı qalmışdı. Dedi ki, Sadir, mən biraz arxada uzanım, özümə gəlim, sən gör siyahının zadı təşkil ilə gör kimlər gedəcəyik. Səhər tezdən hadisə yerinə getməliyik də biz. Deməli, buradan da onu qarşıladıq, gətirdik. 20 noyabrdır, artıq biz gəldik, 11-də çatdı orası təyyarə, Yaxsoruq. Orada hardasa 16 nəfər adam gəldi. Vaqif Cəfərov komissiyanın üzvü deyildi. Ağdamda fırlanırdı ki, vertolyot olsun, Şuşaya getsin evə. O artıq tikinti nazirinin mavini vəzifəsindeydi burada.
Bildiniz, İsmət Qayıbov da komissiyanın üzvü deyildi. Orada gəlmişdi və məlum hadisə ilə bağlı. Oradakı qoşul və deməli Tofiq İsmailov, Allah rəhmət eləsin, çox savadlı, hökümlü adamıdır, emosional insanıdır. Yığdı Xuraman Abbasova vardı, Spalkomun sədri o vaxtları. Onun kabinetində Savişənə keçirdi və mən də həmən Savişənədə oturdum. Tamerlan Qarayev də cəmaatı sakitləşdirmək üçün yuxarıda 3-cü mərtəbədə onlara iclas keçir. Gecikmişdi Jinkin, komendant, vilayət komendatı, Kavalyov, Daxili İşlər İdarəsinin rəisi, Plavski prokuror, bir də İvanov, Milli Təhlükəsizliyin rəisi. Dördü də Xankəndindən gəlirdi. Bu əlim vurdu ki, hardadır bunlar? Qəfildən bunlar girdilər 15 dəqiqədən sonra içəri. Belə oturmuşuq. Niyə gecikmişsiniz elə bu? Kim dedi bunu? Tofiq İsmailov bunlara. Elə sizin günahınızdan cəmaatı deportasiya ediblər, mənim millətimi, ya siz bas pasajı. Belə çox əlim vurdu stola. Dondular onlar. Dedi, что безобразие deyir, yatırsız cəmaatı evindən, eşiyindən qovublar, Qaradağlıdan. Bu nə ekstremizm, nə bilim, çox möhkəm bunları danladı, oturdu, başladı iclası keçirməyə. Osman Mirzəyev də oturub yanımda. O da mənə bir ruşka verdi, plasması, yazmağa ruşkam qutardı, sterjim. Geçdi iclas, danışdı ki, mən bugün komendatı durğuzdu Jinkini. Dedi ki, mən bugün cəmaatı qaytarmalıyım Qaradağlıya, əhalini. Bugün qaytarmalıyım, mənə transport verin. Var transport deyəndə, dedi, da, есть. Bir dənə Bayavoy vertolyot komendatınki var. Mi-8, həmən o mindikləri. Həmən helikopter, o Bayavoy Balokbeylə zaten hazır vertolyotdur. Komendatındır da. Bunlar da elə onunla gəlmişdilər oradan, Xankəndindən Ağdama. Və hamı durdu ayağa, top havalimanına, Tofiq İsmailovun arxasınca. Mən də papqan vurdum qoltuğuma, sürücüyə demə sür. Getdik, cəmaat oturur da bir-birdə, bax bu adamlar siyahısı var da orada hamısıdır. Əsədov da dayanıbdır portun böyründə, qapının ağzında. Gələnləri oturdur. Mən də yüyürə getdim, indi mən bir bələdçi kimi, nə bilim oranı tanıyan adam kimi ki, bunların həmişə o Palyançıqa bir yerə gedəndə deyirdi ki, gedirik Umutluya. Havaya qalxandan sonra vertolyota deyirlər, Sürzada, Xocabəndə. Belə, bunlar lazımdır da belə. Nəysə getdik, hamı oturdu, mindim belə əlimi tutdum minəndə, məni tutdu ki, sən qal. Dedim, bəs Məhəmməd nə bilmiş, o vaxtların müşavir idi artıq. Bir həftə olardı ki, nazir vəzifəsindən baş müşavir getmişdi prezidentə. Dedi, sən qal, adam çoxdur dedi, oradan da o pilot deyiniz möhkəm ki, 14 nəfərlikdir, 4 ton bunun yanacağı var, ağırdır, yüksəklik götürməliyəm, belə deyinirdi. Nəysə, mən qaldım, belə düşdüm, məhkəl qaldım. Biraz da baxdım ki, bəlkə adı gələ, yazığı gələ, Allah ona rəhmət eləsin, mən həyat verirəm. Həyatımızı xilas edeyim. Talihdir də. Qaydanı gördüm, İsmət Qayıbov qaça-qaça gəlir. Akası Əsədov ilə onu gözləyirmiş, Məhəmməd Əsədov. Gəl, Sadır, hara gedirsən, dedim, bəs məni qoymur minməyə ki, yəni belə şikayət olsun, mən desin, gəl. Gedəyib yoxdur, gözlə gəlirəm, gedəcəyik Bakıya, o danışdığımız məsələyə görə. Mindilər, qalxdılar Səmaya. Səma açıqdır. O Qara kənd hələ 1918-20-ci illərdə quldur yuvası olubdur. Onların orada çox böyük bazalar olubdur. Oradan aynı Çarkaz kəndi var, o da yuxarıda. O Qara kənd, deməli, Xocabəndə gedəndə 4 yoldur. Sola dönür Mərzili kəndinə, bir neçə kilometr. 5 kilometr, 4 kilometrdə Qara kəndə sağa. Orada bir çoban məsələsi deyirlər, Allah verdindən eşitdim onu. O çobanı da açığı deyirlər sizə. Bu istintağı niyə belə, o Aliko vardı, oranın Ağdam rayon polis şöbəsinin mavini. O gətirib çıxartmışdı ortalığa. O çobanın oğlu deyəndə o uşaq olub o vaxtları. Oradan da o hadisə yeri görükə bilməzliyi qeyri-mümkündür. Yanğı görükərdi, yanmaq saat. Amma da orada atdılar, bunlar formal söhbətlərdir. Qalxdılar bunlar ki, uçdular. Bu ucu günorta saatlarına təsadüflərdə. Saat deyində 14 neçədə olub da hadisə. 14:42-də olub vakası, sonra məlum oldu. Bunlar da qalxdığı 14:30-35 olardı, belə. Havayı qalxdan bir 10 neçə dəqiqə sonra. Orada 7 dəqiqə deyir də, oradan oraya nədir ki? Amma səma görükür, dağlar görükür, hamısı çox maraqlı, şəffaf bir hava idi. Öz dağdan qalxan bütün həmən o
hava limanında olan nəqliyyatları görürdü də erməni. Çünki o vaxt hadisə belə verildi ki, dumanla nəticə. Yox, o formal bir şeydir. Bilirsiniz, onu deyəcəm onun. Bəli, bəli. Yox, siz sadəcə Səma aydındır deyirəm ki, yəni o yalan. Duman yoxdur, olmayıbdır. Deməli, Xuraman Abbasov, mən gəldim Abratını Ağdama, şəhərə. Gəldim, durdu Xuraman Abbasova, rəhmətlik. Mənə dedi ki, Sadır, bəs yemək hazırlamışam qonaqlara. Xuraman Abbasov onda icra... Yox, o İsbalkomun sədri idi. Bəli, İsbalkomun İcraya Komitəsinin sədri. Dedi ki, bəs yemək hazırlamışam, onlara denəm, gələndə çörək yesinlər. Burada keçib haradasa bir 40 dəqiqə. Vertolyotla da ora nədir ki, o Qaradağlıya, heç nədə belə. Durmuşuq orada, biraz gözləyirik, saat haradasa 4-dür. Bu vertolyot necə oldu? Dedim, valla mən nə bilim, əlaqəm yoxdur. Ulan yoxdur. Saat 5-ə qalmışıdı. Bu Vidadi vardı, indi ölü bazarda, burada Bakıda, maşın bazarında işləyir. Onu ayırmışdılar. Komendant Jinkinin mavini Kuşnarik. Vyacheslav Ignatieviç. Akasiyonun da anası erməniymiş, bilməmiş o vaxtları. Bunu sərhəd rayonlar üzrə komendantın mavini, Jinkinin mavinidir. Bəli. Polkovnikidir özü o vaxtlar o. Vidadi yaxınlaşdı, Xuraman Abbasovla dayanmışıq. Dedi ki, çatma bu olar sizə. Ona o taksi sürürdü, o taksini zakripit eləmişdilər. Həmən komendanta da onu sürürdü. Şəhidi qıra dedi, Kuşnarik mağarasıyla xəbər verir. Qaranlıqlı, hava qaranlıqlı. Bəs dedi ki, Mamedovu tap bütün təcili yardım maşınlarını yıxsın Mərzili postuna. Vertolyot deyəsən vuruflar. Vidadi. Mənim qanım qaçdı. Heç Xuraman tərəfə baxmadım. Bana dedim, sür. Maşını sürür, mən yürə-yürə gəldim. Orada yaxınıdır polisə, Ağdam. Teletaypa qaranlığı ilə Kərim adında növbətçi Daxili İşlər Nazirinə məlumat verdim ki, bəs Tofiq İsmailov başda olmanın vertolyotu vuruflar. İndi mən gedirəm hadisə yerinə. O da deyir, nətər vuruflar? Harada deyirəm, mən ki olmam. Mən deyirəm, yəni vertolyotu vuruflar. O da elə məruzə edib. Sonra mindik maşına, skor pomoşu da göstəriş orada Ağdam polisinə verdim ki, yığdısınlar ora, gəlsin dalımızca. Deməli, hava xətti ilə yolda mən 06 idi məndə, Sulujevlə. Oradan xəbər verdik, Postqay var, Aksiyonperi var, orada bir kişi dururdu həməşə belə zadına. Ona məlumat verdim ki, dedim, xəbər ya ki, bəs vertolyotu vuruflar, yüksək nümayəndə heyəti ilə bir, mən gedirəm hadisə yerinə. Gəldi, artıq qaranlıqdır. BTR durub, hərbiçilər kəsb yolu, buraxmırlar. Dedim, nətər buraxmırsınız? Götürlər Rusiyanın Kuşnariklə əlaqə saxladılar. Kuşnarik dedi ki, Mamedov, gəlməyin xeyri var. Dedim, nətər gəlməyin xeyri yox? Mən gəlməliyəm ora. Dedi, gözdə gəlirəm. Özü yenidi aşağı, BTR mən apardı. Düz, o dağ yanır, yaxın getmək mümkün deyil. Prosto dağ yanır. Nətər o 4 ton kerosин yayılırsa, dedi Mamedov, bir yoxlamışam, sağ adam yox. Mümkün deyil. Dedim post, dedi post qoyuram, elə rota çağırmışam. Biz hadisə yerin böyük bir dairə ilə aldıq qorunmağa da. Ancaq qaydası odur da. Gecə saat neçə idi, gələndə dedilər Polyanişka gəlir, getdik onu da qarşıladıq, gəldik polis şöbəsinə və mən oturdum siyah yazmağa. Adını deməyəcəm, eləsi var ki, qəhrəmanlıqdan danışırdı. Adını yazanda dedi, mən getmə, qorxurdu ki, gedərik, ora atarlar, belə. Birinci özümü yazdım, Polyanişkanı yazdım və bu vaxtlar dedilər ki, bəs Bakıdan İstimtaq qrupu gəlir. Adil Ağayev varıdır. Respublika prokurorluğunun. Vardır, İstimtaq İdarəsinin rəisi və Məbud Hüseynov gəldi. Onlar da xeyli ağıdılar. Çünki o Məbud Hüseynov elə orada vahid İstimtaq əməliyyat qrupunun rəhbəri idi. Oradan da onlar siyahı elədim, haradasa bir 25 adam. Və nəqliyyatları hazırladıq. Səhər tezdəndir, çıxırıq tezdən. Da belə, mən ürəyim partlayır ki, bu nətər ola bilər. Çünki da Kuşnarik mənə deyir ki, bir nəfər də sağ qalmayıbdır. Dağda yanır, yaxın getmək mümkün deyil, yanır ona, dağa. Dağılıqda axır kerosин. Gedəndə gördüm Allah verdi Əsədov, zaten mən onları həmişə Allah verdi Əsədovun özünə dedim bunu.
Həmişə mənim yanımda mən verirdim avtomobilinə. Deyirdim ki, gedək onu çək, bunu çək, bunu çək. Dedim, niyə durmuşsunuz? Maşın yoxdur. Düşdüm özümün xidməti oğazımdan, verdim onlara. Bax, Qarayev idi, Allah verdi Əsədovudur. Sonra orada bir dənə də oğlan vardı, operator oydu. Verdim onlara, özüm bindim BT-yə. Getdik hadisə yerinə. Hadisə yerində baxış zamanı bu qara qutunun lentası var, çözələnmişdi. Özdə bu danışanlar elə danışırlar. O vaxtlarda o Sevinç Osman qızı bir film çəkibdi. Qondarma bir filmdir, orada reallığa uyğun olmayan şeylər çoxdur. Kimsə gəlir qaranlıqda. Aynisi çəkdiyi film mi? Hə, məni çağırmışdılar Aynisa. 2014-də getdim mən, bir Şahin orada məndən həmən qız götürdü, intervyu götürdü. Tam bax bu hadisəni danışmışam, necə olubdur. Sonra vermədilər onu. Niyə? Nə bilim, bilmirəm. Elə hələ də mənim üçün məmmalıdır ki, yəqin Vidimomunun çəkdiyi filmdən mənfi ziddiyyətli çıxıbdı ona görə də. Amma siz hadisələrin orada iştirakçı və vəzifə adamısınız. Vermədilər. Özü zəng elədilər, baxar saat 10-da oturdum gözlədim. Televiziyanın qabağında vermədi. Sonra müşahine zəng elib, dedi, bilmirəm, bu saat baxaram belə elə. Nəysə vermədilər onu. İndi o çəkiliş bəlkə də var haradasa. Reallıq budur da. Və mən başladım bir-bir meyitləri. Hələ orada o çəkilişdə, o kasetdə var. Mən ki, o rəhmətli Qayıbovu tapanda çox pis oldum. Gördüm Adil Ağayev oradan deyir, çəkilin üstünəntikdir də, onun ixtiyarı var, heç kim bıraxmıyor da hadisə. Yerinə cüzada. Orada Kadir Adil Əliyevin ağladığı görüntüləri var. Və həmən kamuflaj yanmışdı, içində isteçkin tapança yanmışdı. Həmən ayaqqabı ayağımdaydı. Axşamki bilyard oynayanda demişdi ki, bir cüt göndərəcəm səyyah verdiyi. Bəli. Ayaqqabı. Özüm öz əlimlə onu tabuta yerləşdim. Vaqif Cəfərovu öz əlimlə. Vaqif Cəfərov da minmişdi ki, onu oradan şüyat alar. Boynunda Seyib atası gəldi. Fikar Gözəlov gətirdi onu da. Yəni onlar tanınırdı, eləmi? 12 nəfər. Tam belə aydın bilirdik ki, bu Sadirdir. İraq bizdən də. Allah uzanır. Yəni bu İsmət Qayıbovu tanınır. Bəli. 3 nəfər də, məsələn, Vaqif Cəfərovun boynunda qızıl sef vardı. Saçı qıvrımı daxı. Atası da gəldi, tanıbaq belə 3 nəfərdə 7 nəfərin cəsədi götürüldü. Məhəmməd Əsədovu, deməli, baxırdın gövdəsinə vertolyotun. Bax, belə elə bil ki, sanki, bilirsən, bunları danışıram, o qohumların yarasını, qaysağını qopardırdı. Amma tarixdir da, tarixdir da, biz onlar deməliyik də. Sanki orada adamdır da, insandır. Ekspert əlini atırdı, cəsəd gəlirdi. Onu nədən bildiniz ki, Məhəmməd Cəsəd onu da ekspertiza müəyyən elədi və Qüdrət Paşayev vardı, sonra Baş Cinayət Axtarış İdarəsinin rəisi idi bizdə. Bir də İslah Paşayev. Onlar günortadan sonra gəldilər hadisə yerinə və orada rəhmətli Əsədovun kəməri belində idi də, bilinirdi. Bu bir, yəni ki, o idi. Kəmər yanmamışdı. Kəmərdə yanmışdı, amma qalmışdı da. O elə bil ki, o son məqama gedir də orada. Onunla onlar tanıdılar, götürdülər. Yəni ki, 7 nəfəri, bax, o cəsəd götürür, sonra ekspertizini müəyyən eləmişdilər. Bu Əsədovdur, bu filan kəsdir, bu filan kəsdir. Ta burada o uydurma, o vaxtlar 97-ci ildə güya İsmət Qayıbovla Məhəmməd Əsədov Sevan gölündə adadadır. Mən qəzetdə o vaxtları cavab verdim ona. Yeni Musavatda. Dedim, bu nə söhbətdir, bunu kim deyir? Hadisə yerində olmamısan, görməmsən. Cinayət işi var. Cinayət içində hamısı götürülüb. Bir də orada hərbi prokurorun nümayəndəsi vardı, Lazutkin. Akasomun vilayətdə hərbi 366-cı polk vardı. Orada hərbi prokurorudur, Lazutkin. Akasomun anası deyir məndi, Gürcüstandan. O da götürüb 248-ci maddə ilə başlamışdı. Daha axırı nə oldu bu cinayət işinin? Necə oldu? Mən hadisə yerində yaxınlaşdım Polyanskiyə. Dedim, Viktor Petroviç, və bunun axırı nə olacaq? Bu qədər olmaz, axı bu qədər terror. Dedi ki, Mamedov, Şuşa Ukavu, Qarabağ Unevo budur. Vaşı narod slavı, rukovodstvo slavı. Və bunu mənə şəxsən Polyanska deyibdir, dağın başında deyib. O çəkilişdə də olmalıdır. Bu dedi, belə idarə eləmək olmaz, falan olmaz. Nastoyaşı terror. Oradan da sonra da o heç məni çağırıb o bir dəfə cinayət içində soruşmadı. Sizi dindirmədilər? Heç vaxt. Heç dindirməyiblər də. Mən nə oldu? Deməli, getdik bütün bu cənazələri hamısını Ağdam meçidinə. Ağdam bilirsiniz də, Ağdam orada 6000 deyir, valla 10.000-dən çox şəhid verib Ağdam bu hadisələr. 10.000, mən bunu dəqiq deyirəm sizə. İndi əslində burada mən həm də rəylərə baxıram və yeri gəlmişkən burada rəylərdə bir nəfər
Xuraman Abbasovadan danışdınız. Yazır ki, Xuraman Abbasova idi cəmaatın qabağına çıxıb, yaylığını çıxardıb, atmışdı ayaqları altına. Yoxsa bütün Ağdam hamı bir nəfər kimi girərdi O Xan hadisəni kəndinə. bilirəm. Bu 22 fevral 1988-ci ildə Həsən Həsənov da oradaydı. Həsən Həsənov çıxdı zilin qabağına. O vaxt bilirsiniz biraz sabit deyil. İndi gəlin real danışaq da. Bu da bir Seyidlə gəldi Xuraman xala. Nəyə görə? O gəldi elə belə yaylıq asfalt atdı ki, yəni ki qan töküləcək. Ermənilər də oradan silahla durur. Cəmaat da o 8-ci sinif tələbəsidir, 7-ci qaytarmaq olmur. Ağdam nə hücum eləmişdisə. Qırğın olacaqdı. O vaxtları bunu qoymuna gedim, üzr istəyirəm, davam edir. Vaxtımız var. Əlbəttə var, qayıdacaq çünki bu. Deməli, o vaxtları biz şəhid verdik. Yəni hadisələr başlayanda da, yəni hadisələr o iki şəhidlə 22 başladı. fevral, mən onun Daxili İşlər Nazirindən ora ezam olunmuşdum. 22 fevral 1988-ci ildə həmən bax bu hadisələrdəki Ağdam cəmaatı hücuma getdi ora. Özdə uşaq əlində qarğa, balta gedirəm belə, çox dəhşətli bir izdiham vardı. Əliyev, Əli Hacıyevlə Bəxtiyar Quliyevi qətlə yedi. Bunu öyrəndik Cəbi adında erməni. Pivo zavodun yanında Cəbi. Maydanyuk vardı Karl Konstantinoviç. SSR Baş Prokurorluğunun xüsusi işlər üzrə müstəntidi. Ağdamda bu işi gəlmişdi. Həmən gün 22 fevralda 78 dənə cinayət hadisəsi oldu. Hamısı var Vakıfda. Hamısı var. Deməli, o Cəbini bax mən, Mehman Hüseynovla getdi Əskərənlə. Əskərəndə o vaxtları var idi, Keşmiş Ağdələrin rəisi olmuşdu erməni. Bax, o rəis onu gətirdi, hələ 88 təzədir Ruslar orada filan, Sovet filan. Bunu gətirdik, zorla çıxartdıq oradan, oturduk Jiguliyə, dalımıca sürdülər, çatanmədilər. Getdi, verdi Maydanyuka. Maydanyukda təsdiq olundu ki, bu vuruldu, Qoşarlı ilə. Həmin o Cəbi. Bəli, bunu götürdülər, apardılar Saratova. 2 aydan sonra eşitdim ki, soruşdum ki, Karl Konstantinoviç, что за безобразие? Belə dedi ki, Mamedov, motivirovka nə olmuşdu? Güya ki, o Cəbi atmasa, bir nəfər şəhid olmasaydı, 2 nəfər, bu cəmaat gedəcəkdi, daha çox qırğın olacaqdı, orada uşaq bağçası filan, onu buraxmışdılar. O vaxtdan deməli, bax bu həmən hadisədir də, həmən. Nəysə, onu qoymuna gedim, mən gəldik, deməli, bütün bu cənazələri Ağdamda gəlirəm, mənə göstəriş gəldi ki, Tofiq Kazımov var idi, ministr əvəzi. Zəng elədi ki, bəs Mamedov, sən gedirsən, Ruslara aparırsan dəfinə. Jinkin. Yəni o helikopterdə ölən Ruslar. Bəli, həlak olanları. Komendant Oblast, sonra Kaçerov var idi, SSR Daxili İşlər Nazirinin nümayəndəsi. Bir də mənim rəisim General Kovalyev Vladimir. Bu üçün aparırsan sən dəfinə. Mənə An-24 təyyarə hazırladılar. Hara, Moskvaya mı? Moskvaya, Gəncədən. Deməli, bunların tabutları ilə və Eysan deyirdilər də, nə idi orada, içki idi, konyak idi, sonra nə bilim, əhtzat qoyulmuşdu ki, orada onlara düşdük, Minvodda biraz mitik kimi elədik, bunun cənazəsini verdim, orada nə bilim, o bizdən qoyulmuş o içkilərdən, axı onlarda paminka olur, içki zad məsələsi. Ət verdim, filan verdim. Oradan qalxdıq, Moskvada düşdük, çox da havadır, bu haradasa noyabr ayının 23-üdür artıq. Getdim Moskvada Kaçerov düşürtdüm, MBD-dən gəldilər, götürdülər və qalxdıq Nijni Novgorod'a düşmək, Kovalyev axırıncı. Gəlib ora çatanda pilot dedi ki, düşə bilmərəm. Milyonlu pagoda qayıdırıb da başım ağrıyır. O təyyarədə sərnişin deyil. Elə bir ağır təyyarədir ki, orada da mənlə getmişdi. Bu Fəxrəddin Manafovun qardaşı əskərəndə müavin idi o vaxtları. O idi, bir də Behman üçümüz. Dedim, gəldim bu kanyakın bir kanisterini götürdüm. Gəldim bu pilotlu kabinaya. Böyükdə bir 4 nəfər oturur, sürür. Gəldim bu kağız stakanda kanyakdan süzdüm, verdim bunlara. Pilota. Pilotlar başladı düşməyə, o şkollu kompüter çıxartdılar. Ben də mən vurdum. Necə olub deyirəm də, qoy real çıxsın. Dedilər, yeşiyor mojna, dedim mojna. Yenə vurdular, sonra birdən fikirləşdim, bunlar içir, təyyarənin zadı şeylər içində qırılarıq. Dedilər, dedim, nə edir? Hasat, posu pasat, это ваше. Beşiktaş'ı kanseri koydum bunlar. Это наши, dedi, наши. Dedi, сейчас попробуем, Mamedov. Vurdular ağa. Kuruk verdi, qəfildən. Sanki ağaçları sürtdü düşdü təyyarə. Gəldi, orada da göstəriş gəldi ki, mən onlarda 9 gün daxil.
9 gün. 9 gün qaldım, o yası yola verdi. O çəkiliş var məndə. O dəfn mərasimi var. Və qayıtdım. Yəni ki, bax, vertolyot hadisəsi bax, belə başladı. İsmət Qayıbovla da biz rəhmətli ilə gəlməli idik Bakıya. O adamları mən götürməli idim. Bir də o dufliləri. Gəlməli idi, şükür müəllim Qayıbov. O da qismət olmadı. Ara qarışdı, məsələ bitdi. Bax, beləcə. Bəs burada həmişə bir müəmmalı Tamerlan Qarayev söhbəti də var. Ki, Tamerlan Qarayev qaza verdi. Tamerlan Qarayev, həmişə deyilir. Tamerlan Qarayev, mən onların hamısını şərh eləmişəm. Yuxarıda iclas apardı. Bərşatlı idi də sən o vaxtlar Müdafiə Nazirliyində. Ona göstəriş verilmişdi, burada nəysə elə. Tamerlan heç aeroporta getməmişdi yazıq. Sonra bir Hacı Əbdül vardı, rəhmətli. Ya türmədə kimsə ona danışır. Bu hadisədən bu qrup filovkalar bir-birinin xeyrinə istifadə eləmək istəyirdilər ki, yazıq o Qatır Məmməd kimi cəsur adam olmuyor da. Oğlu da milli qəhrəman, döyüşü Ağdamda, hamı bilir. Ona ki, güya oradan ora 22 kilometr güya bunun elə silahı vardı ki, güya bu vurur. Belə yalan şeylər, iftiralar. Sonra Tamerlan Qarayevi ləkələmək istəyirdilər ona görə. Olmuyor elə şey, yalan sözdür. Tamerlan Qarayev orada. Tamerlan Qarayev kimi vertolyotun Şuşaya gedəndə, yanvar ayında o vaxt vurmuşdular. Şuşaya gedəndə 3 dənə helikopter vururlar ermənilər. Özdə həmən gün kim uçsa vurardılar. Orada da deməli vertolyotun indi mən o cinayət içində vardı hamısı, bunu mən danışmamın. Bir dənə Pravoynu vardı, kruplu kaliberli pulemyotla, pilot kabiniya. Biri düşmüşdü pərə, biri də vertolyotun gövdəsinə. Aydındır da, pilotu vurandan sonra bu nə olmalıdır? Çünki bu artıq düşüb o təpədə dağılmışdı vertolyot. Çünki belə mən tamaşaçıların diqqətinə çatdırım ki, yəni versiyalarının həm də birində belə deyilirdi də Sadir müəllim ki, güya vertolyotu yerə indiriblər, aşağıda vertolyotun içində, helikopterin içində atışma olubdur. Yəni belə fikirlər səslənir. Vertolyot orada var, görəsiniz də, cilik-cilik olubdur, bir neçə gövdəyə ayrı. Yəni bunu eləyən siz deyirsiniz erməni. Çünki biz dedik ki, qara qutu açılmadı. Qara qutudu Rusiyada itirildi. Niyə daha o zaman Rusiyada? Qara qutu var. Qara qutu məsələsini istintaqdan bilirlər. Orada hadisə yerində onu götürdülər. Lazutkin var idi, bax onun işi olacaq o 100%. O anası erməni dediyiniz. 248-ci maddə ilə, Rusiya Federasiyasının maddəsi ilə cinayət işi başlamışdı. Orada da nəysə xitam verilibdi əsən ona. Orada Yesayan var idi, Kurum təşkilatının rəhbəri. Leonard Petrosyan var idi. Sonra Polyanışkanı oradan uzaqlaşdırandan sonra onu gətirirlər Oblsbalkoma. Yeltsin zad gəlmişdi, yadımıza düşür olurlar. Orada da mən varam da hamısında. Deməli, o Leonard Petrosyan da Yerevandakı o Milli Məclisi güllələdilər, Robert Kaçaryan. Orada öldü o da. Onlar hamısı həmən bax bu Xocavənddə işləyirdilər. Xocavəndin sakinləri idi. Bildiniz, orada terror qrupu olubdu. Orada mənim maşınımı da vurublar bir dəfə. 28 yanvar 1991-ci ildə gəlmişdim, təzəcə evə istədim, yuyunam, qaydam. Zəng gəldi ki, bəs Xocavənddə Fənər xanım var Qaradağlıdan. Qaradağlı Xocavəndinə Martin Mözünün bitişi idi də belə. Dedi, Bəqan xanım çörək yapanda vurublar, sən getməlisən ora. Mən də gedəndə gecə, həmən yolun kəsmədə, o mərzili ilə, mərzili rəhmətli Xudu Məmmədovun kəndidir də, Kâr Gözəlovun kəndidir. Qara kəndi maşınımı vurdular. Burada şəkil olmalıdır, orada sizdə. Maşınımı vurdular, maşın çöndü, sürdük, qaçdıq, yanımda da 2 hərbiçi. Getdik Qaradağlıya, həmən günü Polyanışka göstəriş verdi, 7-8 erməni martında öldürdülər, hərbiçilər, atışmazada. Yəni ki, bir dəfə də bu Polyanışkanın otağına təxribat oldu, atmışdılar Alazanla. Biz də Priyomlu'da oturup gözləyirik, saat 9-da iclas edirdik axşamlar. Elə bilirlər içərdiyik. O pəncərənin deməli çərçivəsi gəlib o biridir var. Girdim ki, Polyanışka yıxılıb yerə. Onda da göstəriş verir. Həmən günü 12 erməni Safan oldu onda komenda. Çox terror hadisələr oldu. Hansı biri deyil. Bizim maşını vurublar Kavalyovla mən Oazda gedəndə zadda, Nivada, Xankəndinin ortasında. O çadırlı Oazdı, dalı açılıb. Tap-tap atıblar. Kavalyov Svarsmenin dözün atdı. Çox oldu. Mən elə bax, külü qaldım, dəymədi gülə. Deməli, əziz tamaşaçılar, çox da uzaq olmayan keçmişdə baş verən hadisələrdə 1998
88-92-ci il, yəni 4 il aralığında dediyim kimi Sadir Məmmədovun o dövr üçün Dağlıq Qarabağ Muxtar vilayəti dediyimiz deməli Qarabağda baş verənlərdir. Və nə yaxşı ki, biz artıq Qarabağ bizimdir və bu haqda da danışacağıq. Amma mən istəyirəm ki, tamaşaçılar bir 1000 nəfər var canlı yayımda. Lütfən siz də rəylərinizi yazın. Deməli, yazırlar ki, nə yaxşı hamısını tanıyırsınız. Ona görə tanıyır ki, vəzifəsini dedi. Və bir daha deyim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi idi, yoxsa mavini, birinci mavini. Rəisinin birinci mavini. Orada 2 mavin vardı. Mən rəis kim idi biri onda? Rusudur, Kovalyov. Kovalyov, vertolyotda həlak olan. Və əziz tamaşaçılar, yəni çox məsələlər, belə deyək, Sadir müəllimin gözünün qarşısında baş verib. Mən isə bayaq biz danışanda həm də siz dediniz ki, söhbətimizə həm də Şükür Rızayevin girov götürülməsi ilə bağlı danışdınız. Və o aqibət sonra necə oldu? Onu bənövcə qaydanda artıq dəyişmişdilər. Yəni daha dəyişdi. Yəqin, onu yəqin ki, uşaqları bilir. Rövşən müəllim saatları qarşılıq. Yəni siz Moskvadan o dəfnindən sonra qaydanda artıq 9 gündən sonra qaydanda Şükür Rızayev artıq vermişdilər. Amma əsasın Qayıbovla biz qoymuşduq onu. İsmət Qayıbovla. Allah rəhmət eləsin. İsmət Qayıbov o dövr üçün. İndi biz məktəbdə oxuyurduq 88-i. İsmət Qayıbov bir xarizma vardı, bir nə bilim baş prokuror. Çox şirin adamıdır. Həqiqətən də elə hamımız elə bir dənə o dövr üçün bir dənə ASTV-miz var idi da. Ancaq elə gözlər ora tikilirdi. İsmət Qayıbov, o Məhəmməd Əsədov siz dediniz. Yəni Azərbaycanın Məhəmməd Əsədov zəhimli adamıdır, hökmlü adamdır. Dediyin eləməli idi. Tofiq İsmailov həmçinin, bax dünən bizim efirimizdə deyilirdi. Tofiq İsmailov. Yəni Qarbaçova dünən... Hə, bu Qarbaçova, onun çıxışı yadımdadır. 20 yanvarla bağlı da ki, yad eləməli yollar xatir. Çox savadlı adamdır. Alim idi da, adam alim. Əsr alim idi də. Niyə orada bax Namazəliyev var, sonra orada elə Osman Mirzəyevin özü. Alı Mustafayev jurnalistimi. Alı Mustafayev. Onu o qədər gəzdirmişəm orada məni. Çünki avtomobil məndən alırdı, bir də mən gedəndə ürəkli olurdular. Və siz orada çoxlu, belə deyək, Rusiyadan ora təyin olunan adamlarla işləmişsiniz. Biri Palyaniçka, mübahisəli adamdır. Nə mənada mübahisəli? Məsələn, Azərbaycan cəmiyyətində bu adamlara Volski var, Palyaniçko var, digərləri var, indi adlarını bilirsiniz. Hamısı ilə ünsiyyət qurmuşsunuz. Deyim nə deyim? Deyim, ziddiyyəti deyim. Bəli. Məni çağırırdı ki, Mamedov, ged Cəbrayilin rəisinədir, Ağdamın rəisinə tərtərin ki, cəmaatın qoymasını təxribat eləyərlər. Heç kim nə girov götürə bilməz, nə mal qora apara bilməz. Onlarla danış, çünki eləyir, yoxsa Şuşalını tuturlar. Xocalı axı biz daxil deyik. Bəli. Onda tutanda mən qalırdım əldə. Gedirdim, indi bu Xocalını dəyişmək üçün gərək bir erməni tapıydım. Bildiniz, ya oradan biri bir qoyun oğurluyurdu, bir heyvan və yaxud erməni, buradan biz erməni tuturduq ki, onu dəyişir. Ağdamda 5 döyüşən dəst olubdur. Bax, Fred Asif, Allah verir Bağırov, Qatır Məmmər, General Ərşad, Şirin Mirzəyev. Allah rəhmət eləsin. Onların hamısının informasiyanı mən gətirirdim. Hətta Qavalyovu da gətirmişdim ora, qaç cəhvəsini, birincisi dəfə. İnformasiyanı verirdim ki, Beyci haranı vurmaq olar. Bunlar da arada itik gedib, hamısı. Məsələn, hamısı əjdaha kimi oğlanlar Əfqanistandadır. Onları yığıb bir yerə topalit bir lider tapılmadı. Ki onları yığa bir yerə birdən hücum olar. And olsun Allah çoxdan erməni getmişdi. Bir dənə lider, bax o vaxtlar oğlanlar, döyüşçülər var. İndi bilirsən adam danışanda tutanır, bizim vaxtımızda gedib. Allah canını sağ eləsin. Milli liderində Allah rəhmət eləsin. İlham Əliyevin Ali Başkomandanı ki 44 günlük qələbəmiz. Sonra 23 saatlıq bu antiterror əməliyyatı Qarabağ bizə qalır. Yadınızda deyirdik ki, ac qalaq, susuz qalaq, yemək, Qarabağı alsınlar. Aldılar da, indi bu rəhbərlik elədi də. Allah bizim o şəhidlərə rəhmət eləsin. Onların valideynlərinə səbir. Onlar bizim evlərimizin şəhidləridir. Hər birin ailənin üzvünün şəhididir. Mənim oğlumdur, sizin oğlumuzdur, onun. Bilirsiniz, bizim o, necə deyərlər, qazilərimizə. Mən özüm də qazi gedirəm də 1-ci Qarabağ müharibəsində. O qədər əlimdən xatalar çıxırdı. İndi mən onu nə deyə bilmərəm axı. Ağdərədə rəis olanda nələr gördüm, orada nələr var. Yəni bütün bunlar hamısı, bilirsən, o vaxtları rəhbər, Viktor Petroviç Palençika mənə deyirdi ki, bu kapı narod. Bir gün bu Qasım Kərimov vardı, Ağdamda icra başçısı. Bu Şuşaya getmişdi, Şuşanın rəisi vardı, Fərman Bəbirov. Bunu İmanov sahib var, indi durur.
qayıtçısıydı, yol polisçisiydi, çıxdı pensiya. Mənim işçim olub. Bu gətirib Ağdama qoyub, qaydanda bu Xankəndinə girəndə bir Posqaya var. Siz bir də gedəndə fikir verin, Posqaya biraz əyilib. Amma uçmuyub. Tarixi var bunun. Deməli, burada həmən bu İmanov sahibi ermənilər saxlayıb, gülləyinin qılçından atmışdılar. Bu da atmışdı. Mənə xəbər gəldi ki, bəs onu aparıblar Xankəndində xəstəxanaya operasiya edirlər. BTR-lə getdim, onu oradan çıxartdım, apardım Şuşaya. Hələ də deyir ki, məni öldürəcək, doğrudan öldürəcəkdilər. Parlençka mənə qayıtdı, çağırdı ki, Mamedov, ki, Azərbaycanı istəyirdim də. Dedi, ged o Posqayını partladım. Deyir, mən buna danışıb. Mən təxribat ozada deyir bəlkə. Götdüm bir dənə Qalivlim vardı, hərbiçi patbalkonik. Bunu çağırdım buna. Dedim, oranı məsəl eləyək. Dedi, xaraşo, ya BTR-dən. Gecə gəldi, o Posqayını zadı çıxartdıq. BTR-lə nə qədər vurduq, bu zırçatla qoyduq partlama. Nə tərdi ki, bilərsən, bax, birəcə əyildi. Sonra qaçdıq. Sonra Parlençka belə işləyirdi. Deyirdi ki, Mamedov, ged o rəislərə denən ki, sabit deyəlik, biz burada hərəkət edirik. Xocalılar var, Şuşalılar var, neçə dənə kənd var, cəmaatı tutur ermənilər, yəni ki, və onu da sevməyənlər vardı. Sonra ora gələnlər vardı, gəlirdilər ki, orada aranı qatarır Şuşayada, o da onu istəmirdi. Deyir ki, qoyun görək nə olur da, Rusa ermənilər uca sınıb. Dadamyanov girov götürdülər, təzdən qaytardı, yanımda Moskva ilə danışdı. Vardı, Ali Sovetin sədri nə idi, buna zəng elədi ki, что это такое, deyir, Yerevan qalxıb, falan yarxıb, Xankəndi qalxıb. Dedi ki, on maman vizyatqı bir al, tam maşını pradalarını, özü götürdürüb onu. Sonra onu qaytaranda bana qayıtdı ki, Mamedov, это политическая авантюра. Dadamyan onunla da yox oldu. Sonra, deməli, 91-ci il idi, Parlençka təzə gəlmişdi, 91-ci ildə. Zor Balayanla Robert Kaçaryan vertolyotla düşdülər Xankəndinə, Stepanakert deyirdi, stadiona. Məni çağırdılar, o edədə oturmuşdum ki, gördüm, onlar komendatördə oturub. Onları gətirdik, Kavalyovla dillərinə predostrajeni aldıq. Zarazjiqaniya, Mejnasionalni, Rozni falan. Dedi ki, o sənətləri də götürdü komendant, dedi ki, Parlençka göstərici dedi ki, yeşiyor raz fasad et bu demək. Onunla da onlar getdilər. Belə işləyirdi. Onu şəxsən mən dilindən eşitmişəm ki, Qeydar Əliyev gəlsə deyir, bəlkə də qurtularıq. Deməli, bu ikinci adamdır ki, yəni mən həm də Allahverdi Əsədovdan da Polyanişka haqqında müsbət eşitdim. Amma cəmiyyətdə deyirdilər ki, deyir, o ilanın ağına da lənət qarasında, yəni problemlər ki, Rusiya tərəfdən qaynaqlanmışdı, ona görə oradan gələn istənilən adam düşünürdü ki, Azərbaycan üçün xeyir verə bilməz. Polyanişkadan qabaq, orada yardımda zadlı adamlar vardı, dağıdırdılar, sökürdülər ora. Hava yerə fırlanırdılar, onların hamısının qabağını aldı. Bir də təpinirdi. İclas edirdi, Pirlaqaş rayonların rəhbərləri çağırırdı ora Xankəndinə. Deyirdi, gəlin, gedin, danlayırdı. İndi mən gözümlə, Allahımız var da, göydə Allah var, Taala var, haqq ədalət var. İndi kim olubdu? Onu da ermənilər də öldürdü da, Setiyada da. Yox, ya indi gərək reallı, orada güya Polyançkanı tərifləməklə, ya deməklə oradan vermirlər ha bizə. Polyançka vəzifədə deyirlər, gedib Allah rəhmətinə. Söhbət onunla gedir, reallığı gördüyümüzü danır. Mən nə cür başqa şey danışa bilərəm? Doğru, doğru. Başqa deyəcəkləriniz varmı? Mən deyəcəyim çox yox, mənim deməyim üçün gərək bir arası. İnşallah, mən vaxtaşır tarixi mövzularda sizi dəvət eləyəcəm. Elə şeylər var, efir üçün deyil. Mən yenə bir daha bax, ölkəmizin bax bu cür inkişafına, qələbəmizə sevinirəm. Məsələn, getdim mən kəndimizə, Ağdamın. Oradan keçdim, getdim o Uzundərədən. 3-4 dəfə getmişəm. Getdim, qəbirstanlığımıza girənmək çox qazıqlar, minalı idi. Amma yolu açırlar idi. Oradan getdim Xankəndinə, kabinetimə girdim. Çəkmişdik onu. Orada seyfim açıq qalıbdı. Remont ediblər, amma parket həmən parketdir. Bir də mebeli dəyişiblər. Məndə karışlı mebelidir, orada ağ mebelidir. Kavalyovla yüz otururdum mən. Ora girdim, seyfə baxdım, açıq qalıb ki, orana qalsa statistik idarə ediblər. Sonra oradan getdim Şuşaya, oradan getdim Laçına, Turşudan işləyib, bacım getdik, bacı oğlu getdik. Gecə gəldik, Şuşada qaldıq. Nə gözəl. Sonra prezidentimiz oturan kuşetkada oturdum, bir dənə çay içdim səhər-səhər.
Nə gözəl. Adam ürəyi açılır. Yəni nə yaxşı ki, Allah bu günü görməyə qismət elədi sizə. Yəni Allah bunu dövlət başçımıza da dəyməsin. Çox böyük iş. Bu tarixdə görünməyən erməniliyi məhv elədi. 30-dan artıq xarici kütləvi informasiya vasitələrinə müsahibələr verdi o. Ermənilik məhv oldu. Orada bir kitab yazmışam, Mif və Həqiqət, orada var. Bütün erməniliyin sifətini açdı. O İngilis, Fransız gəlirdi bura, qərəzdi. Onlarla o, bəlkə də qələbədən də böyüyü oydu. Çünki vaxt təbliğat ayrı şeydir. Hamı bildi, dünya bildi ki, bu ermənilər ilə hamısı qondarma, qurama, bütün bunlar hamısı nə bilim indi. Deməli, son olaraq bayaq kulisdə maraqlı bir söz dediniz. İndi mən sizə baxa-baxa görürəm ki, həqiqətən də dediniz mənə kim sizi Səddam Hüseyin oxşadırdı? Yox, o hadisə. Amma simanızdan oxşuyursunuz yeri gəlmişən. Allah aqibətini uzaq eləsin, amma istənilən halda sifətiniz yox, o vaxt belə bir şey oldu. Deməli, bu Polyanişka mənə zəng elədi şəxsən. Dedi, baba, gəl təşkilat komitəsinə. Getdim. Dedi, get Xocalı aeroportuna, qonaq gəlir. 3 may 1991-ci il. İndi kimi yadımdadır. Bəli. Gəldim, daldan bu gəldi. Bir helikopter gəldi Gəncədən. İçindən düşdü Quromov, Boris Nikolayeviç. Mən tanımırdım o kimdir, sonra bildim. Nəysə, bunu qoyduq maşına, dalqabaq gəldik, təşkilat komitəsinə. Mən Priyomuzda o qəbul otağında oturdum, onlar girdilər içəri. Mən bilmirəm nədir, haqqı üçün məlum yox. Keçdim içəri, 40 dəqiqədən sonra məni çağırdı, belə girdim, belə. Dedi ki, Boris, Borya, elə dedi. Познакомься, полковник Mamedov, единственный azərbaycanlı sınav izleyici служит. Belə bir söz işlədi. Və belə baxdı, rastlıqdı, əl uzatdıq, belə görüşdük. Azad dedi ki, əyləşdim. Böyle birdən qayıtdı ki, Viktor, on paxoj nanaş Saddama. O harada gedib onu bilmirəm o yazını. On paxoj nanaş Saddama. Kasa bunlar Afqanistanda zadlı olurlar o tərəfdə. O belə o Saddam Hüseyin oradan qalıb. O Allah eləməsin torpağı sanı yaşayaq. Amin. Orada belə çox şeylər var. Bilirsiniz, orada o momentlər var. Məsələn, o hadisəni deyib sizə də, bu transportun rejimi yoxlayanda biz, deməli, bir dənə Akasya Məhəmməd Əsədov bilirmiş, Polyanişka bilirmiş, Boris Nikolayeviç Quromov, bir də Polyanişka. O da o vaxtları SSR Daxili İşlər Nazirliyinin Vnutreni Vayska daxili qoşunlarının baş komandanı idi. O gətirmişdi, göndərmişdi bu cəmaatı bura. Və bu qədər də... Aydındır. Deməli, mən həm də rəylərə baxıram, əziz tamaşaçılar. Bizə baxan da bir 1000-ə yaxın adam var. 1000 var idi, indi 900-ə düşüb. 900 az rəqəm deyil, canlı yayımda 900 nəfər bizi izləyir və mən bilirsiniz ki, arada rəylərə baxıram və rəylərdə deməli, Nemət Məmmədov yazır ki, kimdir bu adam bilmirəm. Yalan danışır deyir, yalan danışır. Onu yəni belə yazmayın bu qədər abartmış formada. Çünki siz onu necə deyə bilərsiniz? Bax, adamın yalan danışır, bəlkə sən özün yalan danışırsan. Necə var elə deyirəm, qoy real çıxsın. Bu nə deməkdir? Dil çaşar, düzünü deyər məsələ, bax budur. Tamerlan Qarayevin deyir, hər şeydən xəbəri var, müdafiə eləməsin onu, özünün də xəbəri var. Sizə deyirlər, sizə iradlardır, bax sizə iradlardır. Sonra cavabını verərsiniz. Deməli, deyir ki, qonağınızı yanan vertolyota yaxın buraxmayıblar. Onda nə bilir, bəlkə yerdə partladıblar, Nailə deyir. Çünki bu rəyləri mən oxumalıyam. Lalə Babayeva yazır ki, Ləman xanım, niyə o sayda dövlət xadimi bir yerdə münaqişə bölgəsinə gedirdi? Bir nəfər kifayət deyildimi? Məncə bu işi təşkil edən də, vertolyotu vuran da Kremldir. Təbii mənim tamaşaçılarımın suallarıdır. İstəyirəm bir-bir cavablandırasınız. Buyurun. Burada mən deyimi tanımıram kimdir o. Əlbəttə, indi o iş... Yaşını da soruşaydınız, görə neçə yaşı var onun. O kimdir onlar? Bilirsiniz nə tərdir? Vertolyotu yerdə parçalayıb, obucu parçalamaq olmaz. İndi baxın siz çəkilişə, o ancaq düşən zərbədən parçalana bilər də o. Yerdə onu parçalamaq balta ilə mümkün deyil. Düzdürmü? Nəylə vursan? Onun orada hadisə yeri var, cinayət işi var, hadisə yerinə baxış var, istintaq qrupu var, o boyda mütəxəssislər baxıb, çəkib. İndi bu kimdirsə danışır, yəqin ki, məlumatı yoxdur. Qaldı da Tamerlan Qarayev mən niyə müdafiə eləməliyəm? Tamerlan Qarayev oradaydı, xalq da görürdü ki, 3-cü etəcdə iclas aparırdı. Cəmaatla, Qaradağlı cəmaatı dəyər ona. Və Bərşatlı ona o heç hava limanına gəlmədi. Bu kimsin də ondan qərəzlidir. Bilirsən, gəlin bu hadisələrdə
heç kimə öz şəxsi qərəzi ilə hesablaşmasın. Burada bir sual da var. Nimət Məmmədov, Ləman xanım sual verin. Yox, bunlar bizi izləyən adamlardır. Yox, da desinlər. Yazsınlar kim olduğunu, çünki burada rəylər çoxdur. Mənim qabağıma hansı çıxır onu oxuyuram. Ləman xanım sual verin. Pilotlar hara yoxa çıxıb? Bəlkə bilir. Çünki özünü hər şeyi bilən birisi kimi nümayiş etdirməyə çalışır, amma alınmır. Hansı pilotlar? Yəqin ki, helikopterin pilotları onlar da öləcəklər də. Onlar məhv olmuşdular da hamısı da. Hətta tanınanı da vardı da. Onlar qabaq hissədə olmuşdu. Orada pilotlar deyəndə kimlərdir özdə? Orada deməli, bax burada pilotlar Kotov'dur, sonra Domov'dur. Onlar da məhv olmuşdular da. Bir də Borisoviç Dimitri vardı. Bu nətə hamısının meyidi vardı. Deməli, Vəfa Hüseynli yazır ki, canlı şahidi qoyub oradan-buradan mülki şəxsləri illər danışdırırlar. Belə bir məsul şəxsi, şahidi, canlı, qazini niyə illərdir biz dinləməmişik? Bəli, mən bildim. Vəfa Hüseynli yazır. Deməli, əziz tamaşaçılar, rəy yazmaq əlbəttə sizin haqqınızdır, borcunuzdur, yazın, dinləyin və tarix də belə müsahibələrlə açılır. Yəni, bu adamlar doğrudan da canlı şahidi olub bu hadisələrin. Yəni, ən azından, deməli, Sadir müəllim deyir ki, Məhəmməd Əsədov mənə dedi ki, sən o helikopterə minmə. Çünki ağırlıq var orada. Qolundan tutub qoymadı. Yəni, bu boyda da zarafat və yaxud yalan olmur. Adam vəzifə daşıyıb orada, uzun illər çalışıb və hər şeyi şübhə ilə yanaşmayaq. Mən yəni, bu məsələləri deyirəm. Yenə də dediyim odur ki, tarixi, əgər biz, təbii ki, o haqlı bir sual var orada ki, bu qədər dövlət adamı, həmişə o bizim efirlərdə də deyilir, reportajlarımızda da deyilir və hətta belə deyirdilər, Ayaz Mütəllibovun komandasını, elə bir komanda idi ki, o da ölkənin ilk müstəqil prezidenti idi, hər nə. Yəni, Ayaz Mütəllibovun elə bil ki, qaymaqları getdi və onunla da Ayaz Mütəllibov özü də bitdi. Belə bir fikir var idi. Yox, bilirsiniz, gəlin belə danışaq da, belə bu hadisələrdə şayələr çox olur. Mən o adamları da günahlandırmıram. Çünki o qədər müxtəlif ziddiyyətli istintaqı bilməyən, hadisə yerini görməyən, iştirakçısı olmayan, hadisə olanda həlanadan olmayan, o qədər ziddiyyətli materiallar oxuyurlar oradan və qarışıq salırlar. Mən nəyə görə deyirəm o vaxtları, getdim aynəsə, mən orada da yazdım ki, kitabda da yazdım, 525-də də ki, gəlin biz yarası qaysaqlanmış bunların qohum əqrəbəsini qopartmayaq. Yəni, burada istintaq var, cinayət işi var, hadisəni görənlər var, hadisə yerində istintaqa aparanlar var. Bundan sonra qıraqdan durub, mən nətər, bu Tamerlan Qarayevi nətər dana bilərəm ki, durub yalandan nə deyim, o orada iclas aparırdı, heç hava limanına gəlmədi. Bəs yaxşı, siz bayaq, deməli, mən efirimə çıxan, deməli, jurnalistin adını çəkdim, Allah verdim Əsədovun. Dediniz ki, sizin maşından minib Bəli, mən verdim avtomobilimi. Siz dediniz, hətta orada külün içindən o adamın cəsədini Məhəmməd Əsədovun... Bir o deyildi ki. Başa düşdüm. Amma niyə onda Allah verdi Əsədov deyir ki, orada Məhəmməd... Allah verdi Əsədov vizualini çəkir. İstintaqçı deyil. Mən ayrıca olaraq maraqlandım ki, neçə cəsəd götürüblər. Başa düşdünüz? O hadisə yerini çəkib. Yəni, bu illər ərzində heç aranızda bir müzakirə, mübahisə, belə bir danış, söhbət olmadı. İndi olub da deyir ki, indi o elə deyir, bilmirəm, istintaq var, cinayət işi var. Özdə Remenində də onun bir znak var idi, onu. Mən getdim Qorkiyə, Nijni Novgorodda da, başım qarışdı da, orada dəfin getdi, mən də orada dəfində iştirak elədim, o nümayəndəliklər apardım və orada nitq söylədim. Və sübut elə, bir şey deyim. Mən Nijni Novgorodda çatanda gördüm ki, əskərəndən bir Uçaskov oradadır. Erməni dostu mənim çağırdım, nəyəsən burada? Bəs dəfinə gəlmişəm. Sonra öyrəndim ki, bu gəlib orada təbliğat eləyir ki, Azərbaycanlılar özləri vurub verdi. Görürsünüzmü? Yox, mən ora çatanda 23 idi. Erməni təbliğat maşında. Yəni, onlar həmişə bizi qabaqlayıblar belə məsələlərdə. Bunların dünya ilə dolu diaspora var. İndi bizimkilər də belə deyəndə, hadisəni mən görüb danışıram, gördüyümü danışacağım. Mən niyə yalan danışmalıyam? Doğru. Mən sizə təşəkkür edirəm, çox sağ olun. Cinayət işi var, istintaq var, qoyun bunu istintaqçılar, aidiyyətli adamlar danışır. Ümumiyyətlə, mən istəyərdim ki, bu mövzu ilə bağlı ilə Adil müəllim bir dəfə bizim studiyamıza gəlsin. Nə yaxşı olar? Gələrmi? O gələr hər halda, inşallah. Niyə gəlmir? Özü də savadlıdır. Orada özü də bizim üstümüzə qışqırdı ki,
az qurtçalıyında bu şeyler axı üstün tapdı orada. Orada sonra gəldi hönkür ağladı Qayıbovun üstündə. Biz də ağlayırdıq da, elə yox da, ağlayırdıq. Həqiqətən axşam çörək yemişdik, bir yerdəydik. Ondan sonra Əsmət Qayıbov, mən gözüm axtarırdı, bax, belə Əsədovu, baxırdım, ekspert gəlmişdi, əlində əlcək. Həm də bilirsən, soyumur deyil, hələ vertolyotu. Vertolyotu soyumur deyil, qaynardı. Dağ yanırdı. İndi onun həcminə baxın da siz zadda. Təsvirlərdə, kadrlarda. Rada girin, YouTube'a girin, Sadır Məmmədov yazın, Allah verir, çıxacaq. Çıxacaq, onu çəkir, verirlər onu tez-tez, bizim orada olmamızı. O yanırdı. Qaldı ki, o nimət kimdirsə, mən onunla çağırıb söhbət eləyə bilərəm, gəlsin, görüşək. Burada kimin neçə yaşı var onun? Bilmirəm, indi onlar yazmayacaqlar ki, əlbəttə ki, yazanda mən onun üçün deyirəm ki, insanlar biraz məsuliyyət yaxşı şeydir və adamları dərhal itham eləmək olmaz. O ailə kimdir, bilmirəm. Yox, bunlar bizi izləyən adamlardır, biz onlara heç şey deyə bilmərik. Deyir də, elə məsələn. Baxın, bunu gərək əsaslı deyəsən sən. İndi sənin bəlkə qərəzçiliyin var filan kəslə, bu hadisələrdən niyə bunu istifadə eləməlisən? Mən də bunun tərəfdarı deyiləm. Bilirsiniz, mən məcbur oldum, axırda gəldim bura. Çünki bəzi məqamlar gərək ayda, bu yazılır, bu deyilir, cinayət işi var, arxiv var, arxivdə hər şey var. Bunu elə belə mən ki, burada danışmanın deyil ki. Doğru. Deməli, əziz tamaşaçılar, mən hər birinizə təşəkkür edirəm. Sadir müəllim, sizə də təşəkkür edirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib bizim efirimizə gəldiniz. Və əslində bu mövzu, əziz tamaşaçılar, tarixi mövzudur. Mən tarixi sevirəm. İstəyirəm ki, detalına qədər araşdırmaq mümkün olsun. Təbii ki, nəyi bacara bilirik, o qədərsini nail oluruq. Və təşəkkürlər edirəm və sizinlə sağollaşıram. Amma qarşıda görüşəcəyik. Salamat qalın. Çox sağ olun, çox sağ olun.